Biz Türkiyə ilə qardaşlıq eləyirik, ancaq qardaş qardaşın namusuna göz tikər. İllər ərzində minlərlə, bəlkə də 10 minlərlə Azərbaycan qadını Türkiyədə əxlaqsız yuvalarına cəlb edildi və bir nəfərin də səsi çıxmadı. Bu azmış kimi indi də çılğın dondurmacı adında bu əxlaqsız Azərbaycana gəlib. O qədər qadınların Türkiyədə əxlaqsızlığa cəlb olunmasına bir söz demədi, indi də yüzlərlə Azərbaycanlı qadını həmin əxlaqsızın qabağında yarıçılpaq vəziyyətində oynayır, yenə də səsimiz çıxmır. Bu nətər qardaşlıqdır ki, ortada bizim Azərbaycan xalqının namusu gedir. Hələ bu azmış kimi durub deyir ki, mən Azərbaycanlı qızdan evlənmək istəyirəm. Türklərə bilirsiniz nə Azərbaycanla bağlı nə maraqlıdır, onlar üçün nə önəmlidir. Bir dənə şey, Azərbaycan qızları. Ya Azərbaycan qızları ilə evlənib, aparıb evlərində qul kimi, kölə kimi işləsinlər, ya da əxlaqsızlıq yuvalarına cəlb eləsinlər. Bunu bir dəfənlik bilin ki, biz türklərə qardaşlıq eləmirik, biz türklərə yaltaqlıq eləyirik, biz türklərə nökərlik eləyirik, yəni qardaşlıqdan başqa hər şey eləyirik.